Bence bugün uşaqlar məktəbdən qurtarır. İnan ki, amma bu son zəngdə, ən çox son zəngi valideynlər yaşayacaq. Valideyn qrupasının əlindən. Bir il öncə mən də məzun anası oldum. İlk şey qruplardan çıxmaq edir. Bacı, gül pulu, nə bilim tort pulu. Ondan sonra zip bəzəyi, məktəb bəzəyi, uşaqlara nə bilim neynəmək, nə varmaq. İnanın ki, bax bu maşınları orada oturuyor. Geyimimiz hamımızın biri və bir deyil. Harununki bahalı giyinir, kasıbınki naib belə də indi bazardan giyinir. Marka ilə bazar malı da seçilir axı. Bu boyda valideyn hamısı eyni qazanmır. Kova eyni qazanmır, eyni də giyindirəmir. Amma o valideynlər şeyləri müəllimiyə özü yaxşı satacam deyib, qrupda da aynı hoqqalar vermirlər. Allahım. Neyse, bugün 11'lerin hamısını, mamalarını təbrik edirəm, gözünüz aydın olsun. Bu da keçdi.